Uşaqlar, bugün sizinlə həftənin ulduzu yarışını təşkil edirik və bugün həftənin ulduzunu seçəcəyik. Gəlin vaxt itirmədən səs verməmizə keçək, görək bu həftənin ulduzu kim olacaqdır? İştirak edənlərin adı çəkilməyəcəkdir, birinci qaydamız və 5 sual olacaqdır. Həftənin ulduzu seçilən şəxs burada mənim 5 sualıma cavab verəcəkdir və həmin uşağı da siz seçsiniz. Gəlin vaxt itirmədən səs verməmizə keçək. İnci, Sıraç, Yağmur, Aylin, Nilay, Zəhra, Zeynəbdən başqa istədiyiniz uşağın adını çəkə bilərsiniz. Yadınızda saxlayın, istədiyiniz. Başlayaq. Sıraç, kimi seçsən? Ayağına. Aha, ayağına. Zeynoş, kimi seçsən? Fatiməni. Fatiməni, aha. Fatim. Ömər, kimi seçsən? Zeynep. Aha, Hüseyni. İnci, kimi seçsən qızım? Zeynep'i. Zeynəb iştirak edir. Fatiməni. Fatiməni, aha. Mənim kimi seçsən? Fatiməni. Aha. Aylin, kimi seçsən? Fatoş. Fatoş, aha. Hüseyin, kimi seçsən? Yusuf. Yusif, aha. İsrail, kimi seçsən? Yusuf'u seçsən? Aha. Yusuf, kimi seçsən? Fatiməni. Aha, Fatiməni. Aylin, kimi seçsən? Fatiməni. Aha. Kimi seçsən Nilay? Mələk Nana. Mələk Nuru, aha. Mələk. Deməli, Yoxdur. 6 səs çoxluğu ilə, yəni 6 nəfər onu seçibdir. O, Fatimədir. Gəl, alqışlarınızla Fatiməni dəvət edək. Ağıllı Fatih. Fatih, sən seçildin. Fatim, deməli, məndən 5 suala cavab verməlisən ki, ulduz stikerimizi qazanasan və həftənin ulduzu olasan. İlk sualımızla başlayaq. Dəyişilməz sualımız hər zaman ilk verdiyimiz sualımız. Vətənimiz haradır? Azərbaycan. Aferin Fatimiyə. Alqışlayaq uşaqlar. Uşaqlar, biz ilk sualımızı vətənimiz haradır deyə veririk. Nəyə görə? Çünki biz vətənimizi tanımalıyıq. Bilməliyik ki, biz Azərbaycanda yaşayırıq. Yaşasın Azərbaycan. Gəlin ikinci sualımıza keçək. İkinci sualımız Fatimə. Bu şəkildə hansı fəsildir? Hansı fəsil şəkildə təsvir olunubdur? Hansı fəsildir? Yay. Aferin Fatimiyə. Düzdür. Üçüncü sualımıza keçək. Fatimə, bu hansı peşənin sahibidir? Həkim. Aferin Fatimiyə. Düzdür. Alqışlayaq. Dördüncü sualımıza keçək. Fatimə, əlində gördüyün musiqi aləti hansı alətdir? Belə bir səs çıxarır. Hansı alətdir? Hansı alətdir? Hansı alətdir? Zərb alətidir. Hansı alətdir? Hansı alətdir? Yox, zərb alətinin adı nədir bəs? Bunun adı nədir? Fatimə sualımıza, yəni dördüncü sualımıza cavab verə bilmədi, amma zərb aləti olduğunu bildi. Nağara idi, Fatimə nağara idi bu alətin adı, musiqi alətimizin adı nağaradır. Yəqin ki, Fatimə həyəcanlandı, yoxsa o hər bir suala cavab verə bilir. Beşinci sualımıza keçək. Fatimə, beşinci sualımız belədir. Sənin üçün ən xoşbəxt olduğun gün hansı gündür? Ən sevindiyin, ən xoşbəxt olduğun gün hansı gündür? Hə? Ad günü, nə gözəl. Alqışlayaq uşaqlar Fatiməni. Fatimə 5 sualdan 4-ünə düzgün cavab verdi. O biri sualda bilirəm ki, həyəcanlandı. Bu həftənin ulduzu Fatimədir. Alqışlayaq.